Kəndə gedəsən, bu yaşıllıqları görəsən, göy yığıb qütəb bişirməyəsən, bu günah olar məncə. Mən də düşdüm bağçanın canına. Yaz təzə açılıb deyə hələ ki göylərdən quş əhbəyi, cincilim, lalə, bir də əvəlik yığdım. Göylərimizi bolluca su ilə yaxşıca yuyuruq. Sonra tül parçanın arasına büküb bir gün suyun süzülməyini gözləyirik. İndi isə xəmirimizi yoğururuq. Xəmirimizə sadəcə un, su, duz, droj vurub yumşaq ələ yapışmayan bir xəmir yoğururuq. Artıq göylərimizi doğramağın vaxtıdır. Göyləri mən çox xırda doğramıram, böyük-böyük doğrayıram. Göyləri doğradıqdan sonra isə 4-5 soğanı soyub, onu da çox xırda olmamaq şərti ilə doğrayıram. Mən soğanı heç bir zaman göyə qatmıram, çünki insan var ki, qütəbi soğansız sevir. Ona görə soğanı hər zaman ayrı edirəm. Artıq gözəlim qütəblərimizi bişirməyin tam zamanıdır. Bu arada onu da qeyd edeyim ki, qütəbləri bişirməyə qaynanam mənə köməklik elədi. O yaydı, arasını doldurdu, mən bişirdim. Hətta gözləyə bilməyən yoldaşım ilə qütəbin birini ocağın başındaca nuş elədi. Artıq qütəblərimiz də hazırdır. Məsləhət görərdim ki, hər kəs üz tutsun rayonlara, yığsın bu təbii göylərdən, bişirsin, nuş eləsin.